Facebook təzə açılanda orada status yerində nə düşünürsən sözünü görəndə çox qəribə hisslər keçirmişdim. Elə hiss eləmişdim ki, sanki kimsə zorla beynimə girməyə çalışır və orada nə düşündüklərimi öyrənmək istəyir. Çox pis təsir eləmişdi, amma bir müddət sonra təbii ki, buna alışdıq. İndi isə elə bir cihaz kəşf olunub ki, biz düşünəcəyik, o nə düşündüyümüzü yazacaq, mətnə çevirəcək və artıq yalanın ömrü bitdi desəm, çox da şişirtmiş olmaram. Təbii ki, alimlər bunu danışa bilməyən, nitqində qüsur olan insanlar üçün xeyirxah, xoş məramla yaradıblar. Amma bunu əldə edənlər xoş məramla istifadə edəcəkmi? Niyyətləri xoş olan əməllərdə bu cihazlardan istifadə olunacaqmı? Sual buradadır. Nə düşünürsünüz? Şərhlərdə yazın. Bütün şərhlərinizi bir-bir oxuyuram. Bəzən məni hissləndirirsiniz, bəzən çox sevindirirsiniz, bəzən də kədərləndirirsiniz. Amma istənilən halda şərh oxumaq, xüsusilə də izləyicilərimizin şərhini oxumaq çox maraqlıdır. Rəqsanə, yazanda altından hashtagləri elə qoyursan ki, bu xəbəri bütün dünya bilsin. Çünki bu sensasiyadır. Eşitdin məni? Yeni texnologiya düşüncələri mətnə çevirdi. Yapon tədqiqatçıları beynin fəaliyyətini izləyərək düşüncələri mətnə çevirən innovativ sistem hazırlayıb. Zehnin subtitrləri adlandırılan bu neyrotexnologiya fMRI cihazından alınan siqnalları süni intellekt vasitəsilə təhlil edir və semantik məzmunu cümlələrə çevirir. Sınaqlar zamanı iştirakçılar videolara baxarkən və onları xatırlayarkən beynin müxtəlif sahələrindən toplanan məlumat əsasında məzmunun əsas xətti uğurla bərpa olunub. Araşdırma göstərir ki, sistem təkcə obyektləri deyil, hərəkət ardıcıllığını, məntiqi əlaqələri və vizual təəssüratı da ifadə edə bilir. Alimlər bu metodun gələcəkdə nitq qabiliyyətini itirmiş şəxslər üçün böyük kommunikasiya imkanı yaradacağını bildirir. Bununla belə düşüncələrin mətnə çevrilməsi məxfilik və etik risklərə görə diqqətlə tənzimləməli sahə kimi qiymətləndirilir. Tədqiqat Involta Media tərəfindən 2025-ci il nəşrində təqdim olunub.